Elif nə qədər alma gətirib? Say olaraq neçədən alma gətirib? Yenə bir dənə məntiq sualı. Daha çox məntiqdən çox biraz da hesablama. Hesabı yaxşı bilmək lazımdır. Yaxşı düşünmək lazımdır. Yəni burada aldatmaca heç nə yoxdur. Sırf hesabı yaxşı bilmək lazım ki, tapa biləsiniz. Nədir məsələ? Elə Elifdən danışmışıqsa, Elifdən də davam edelim. Elif gedib Qubaya, gələndə sizə alma gətirir ki, aparım uşaqlar da alma yesin. Yolda birinci məxluqa ilə rastlaşır. Məxluqa deyir ki, eşitdim alma gətirmisən bizə, birinci mənim payımı ver. Verim də, amma deyir ki, mənim şərtimə görə ver. Nədir şərtim? Deyir, gətirdiyin o almaların yarısını, bir də bir dənə almanın yarısını ver mənə. Bütün nə qədər, tutaq ki, kulyokda nə qədər alma varsa sayır yarısını, bir də birinin yarısını götürür verir məxluqaya. Gəlir, yolda tutaq ki, Yasəmənlə rastlaşır. Məxluqa tez Yasəmənə xəbər edir. Elif alma gətirib, sən də payını götür. Yasəmən Elifin qarşısını kəsir, deyir ki, məxluqaya necə vermisinsə mənə də o şəkildə. Kulyokda nə qədər qalıbsa, torbada nə qədər qalıbsa, onun yarısını, bir də bir dənə almanın yarısını ver mənə. Elif də götürür, hesablayır, nə qədərdirsə onun yarısını, bir də birinin yarısını verir Yasəmənə. Davam edir. Çatana yaxın bu səfər Banu ilə rastlaşır. Banuya da xəbər ediblər ki, Elif alma gətirir, sən də get payını al. Banu da gedir, eyni şəkildə istəyir. Deyir ki, kulyokda nə qədər varsa, torbada nə qədər varsa onun yarısını, bir də bir almanın yarısını ver mənə. Götürür, hesablayır, nə qədərdirsə bölür, verir Banunun almasını. İçəri girəndə istəyir ki, desin ki, uşaqlar sizə alma gətirmişəm, baxır ki, alma qalmayıb. Heç nə qalmayıb. İndi sual budur. Elif nə qədər alma gətirib? Say olaraq neçədən alma gətirib?